Sizi səhifədən TikTokdan izləmişəm, doktor. Oradan nəsə çox güvəndim sizə. Sizin xəstələr, pasientlər. Bax, aşırı səviyyədə qorxursunuz. Çox qorxuram, çox. Mən sizdən sual verməkdə məqsədim odur ki, bayaq dediyim kimi ki, bax sizin kimi qorxan adamlar videoya baxırdılar. Siz də videoları çəkilirdi burada onların. Siz də onlar kimi qorxmusunuz, videolara baxmısınız, gəlmir. Bəli. İndi sizin kimi qorxanlar yenə videoya baxırlar da. Onlara deyəcəyimiz nədir? Yəni hələ biz sizə nə iynə vurmamışıq, nə diş çəkməmişik, heç bir şey eləməmişik. Deyəcəyimiz nədir onlara? Deyəcəyim budur ki, inşallah çəkilimin sonunda mən də onlara inşallah real fikrinizi deyəcəksiniz. Real fikrimi deyəcəm inşallah. İndi ağzınızda o qədər məsələn xarab dişlər var da. Bu təbii ki, özünə baxımlı xanımsınız. Amma mən fikirləşirəm sizin dediyinizdən də belə qərara gəldim ki, bu günə qədər qorxuya görə, fobiyaya görə, dental fobiyaya görə qalıbdı olar. İndi bir başlayaq yavaş-yavaş bu gün fobiyanın alınması mərhələsidir də. Yəni fobiyanı alırıq. Ümumiyyətlə panik atak falan var sizdə? Var. Çox var. Çox var panik atak. Çox var. Panik ataka da pahalıdır da. Ən çox panik atak pasientlərində olur bu. Çox var. Bir baxaq görək nə göstərir, nə olur, hə? İnşallah. İnşallah güvənirik sizə. Üzünüzə baxırsınız, güvənirsiniz, amma işinizi də indi bilmirsiniz də baxaq görək. Səhifədə baxmışıq da. İnşallah real olar bizdə də. Allah qoysa. Bir baxaq. İnşallah. Çəkirik. İndi dişə baxacağıq, dişi çəkəcəyik. Bu dişdir. Bu belə tam çürümüş bir vəziyyətdədir. Təkcə bu divarı qalır. Amma çoxlu çürüyüb. Düzgündən bir baxa bilsək, bax belə. Tamamən bax bu divarları filan hamısı çürüyüb, əriyib gedib. Bir baxaq. Ağrı olan kimi əlimi çəkirim. Siz ağzınızdan da biləm. Eləyirsiniz, bu dəqiqə əlimi çəkirim. Sizdə ağrı olmalı mənim təqsirimdir. Ağrı olsa əgər mənim təqsirimdir. Qorxmuruq. Başımızı qoyduq. Yəni buram tez keyir. Hə? Diş keyir. Diş keyir. Əslində vaxt qazanırsınız, deyilmi? Yox, yəni iynə tez heç ona bir 15 dəqiqə olmasın. 15 dəqiqə nədir? Bu müasir iynələrdir. 2 dəqiqəmiz bəsimizdir. Başınızı rahat qoyun. Qorxmayın, heç nədən qorxmayın. Var ağrı? Nəsə ola bilər deyə qorxursunuz, ha? Ağrı var mı? Sadəcə öyrəşmisiniz. 3 dənə kök üçü də çıxdı. Dişimiz çəkildi. İndi mənə deyim, bayaq söz vermişdiniz. Ağrı olacaq, olacaq. Necə olur? Prosesi əvvəldən sonra. Mən sizə dedim nəsə mənim üçün belə deyim videoda. Yox. Necə oldu? Olduğunu deyin, millət bilsin. Çox əla. Qorxmağa dəyər? Yox. Həqiqətən bu boyda evdə oturub fikir çəkin. Bayaqdan koridorda oturmuşsunuz, orada da riski əməllicə fikir çəkin. Çox gözəl əlləriniz var olsun, doktor. Həqiqətən dəyər. Sizin yanınıza gəlməyə dəyər. Çox sağ olun, əlləriniz var olsun. Mən bunu çəkməkdə əsas məqsədim, yəni reklamçı tərəf falan deyil. Bəli, mənim kimi qorxaqlar qorxmasınlar. Heç qorxmasınlar. Yəni fobiyalar, dişi keyməyən insanlar falan qorxmayın. Bəli, mənim dişim heç keymirdi. Keymirdi ümumiyyətlə. Aşağı dişləri də olar, yoxsa ümumiyyətlə? Ən çox aşağı dişlər olur, keyməməkdir. Amma belədə də yenə də hiss edirəm də. İndi hiss elədinizmi nəsə? Yox. Amma qorxurdunuz ki, birdən olacaq, ona görə hərdən umum edirdiniz. Keçmiş olsun. Sağ olun, çox sağ olun. Əlləriniz var olsun, doktor. Sağ olun.